Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Yevlaxda baş verən silahlı insidentin bəzi detalları məlum olub. Oxu Azın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 16-sında rayonun Qoyunbinəsi kəndində qeydə olunub. Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novduzova məxsus Malqara, 1987-ci il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Zaur.Səmədov özünə məxsus ov tüfəngi ilə Qoşqar.Novruzova atəş açaraq onu ayağından yaralayıb. Zaur.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax rayon polis şöbəsində cinayət işi başlanıb. Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.